15 nömrəli suala baxırıq, ifadəsinin qiymətini soruşur. Əvvəlcə bu mötərizəni sadələşdirək. Burada 2 qruplaşdırırıq. Bu ikisini 1, digər ikisini 1 qruplaşdıraq. Birincidən orta qrup kök altda 5 çıxır, qalır kök 7 minus kök 3. Üstəgəl digər mötərizədən kök 2 orta qrup çıxır, kök 7 minus kök 3 bərabərdir. Oxşar mötərizələrdən birini yeni orta qrup çıxardırıq, kök 7 minus kök 3. Digər mötərizədə kök 5 üstəgəl kök altda 2. İndi bunun ardından davam edirik. Bu mötərizəni sadələşdirdik. Bu şəklə düşdü. Vurulsun. Kök 7 üstəgəl kök altda 3 var. Məxrəcdən isə kök altda 4 orta qrup çıxır. Qalır kök altda 5 üstəgəl kök altda 2. Elə bir ki, orta qrup çıxardırıq, amma rasional ədəd şəklində. Kök 7 minus kök 3 və baxın burada kök 7 minus kök 3 və kök 7 plus kök 3 qoşma ədədlərdir. Yəni a minus b, a plus b. A kvadratı minus b kvadratına yığarıq. Yəni kök 7-nin kvadratı 7, kök 3-ün kvadratı 3. Vurulsun kök 5 üstəgəl kök altda 2. Məxrəcdə isə kök altda 4-dən 2 çıxır. Kök 5 üstəgəl kök altda 2. İxtisar edəndən sonra 4 bölü 2 ifadənin qiyməti 2-yə bərabərdir.